Salam kanalımın gözəl xanımları, necəsiz? İnşallah yaxşı olarsınız. Çox şükür mən də yaxşıyam. İstədiyim elə səhər açılanla bir dənə vlog başladım. Necə başlayırıq? Gün ərzində nə işlər güdüzdür, hamısını çəkməsəm də çalışdım ki, çəkim sizlər üçün. Bu arada stəkanları yığa-yığa görürəm ki, doğrudan da içdiyimiz çaylar ancaq kraskadır. Yəqin ki, stəkanın əvvəldən də rəngini gördünüz. Bir dəfəyə əməlli başlı sapsarı olur. Əvvəllər mən toz təmizləyicilərlə təmizləyirdim, belə deyim. İndi amma içərisinə bir damcı domestos atıram. Təmizləyirəm. Maçalka ilə bir dəfə üzərindən keçəndə tərtəmiz olur. Yadıma gəlir, mən uşaq olanda çıxardırdıq stəkanları. Bizdə arx deyilir də, arxın kənarında yuyurduk. Özü də ki, yanmış ocaqdan kül götürürdük. Adi bir əski ilə o küllə o stəkanları sürtürdük. Arxdan axan suda da birinci külü yuyub kənara yığırdım, yadıma gəlir. Sonra onu elə arxdaca axar suda tərtəmiz yuyub yaxalayıb yekə bir ləyənin içərisinə yığıb aparıb elə düzürdük suyu çəkilmək üçün. Nə xəstəlik var idi, nə başqa bir şey var idi. O ki qala indi stəkanın əlvəkini arxa salsaq, arxasında çox yəqin ki, dura bilmərik xəstəliklərin. Nəinki stəkanın əlvəkini salmaq, içində adam bilmədiyi suda əlini belə yemək istəmir. Deyirəm, heyif deyildim əvvəlki illər. Elə də qaf şampundan istifadə eləmirdik. Yadıma gəlir, saçımız üstündə bir məmmədə İran şampunları satırırdı. Üzərində qara saçlı bir dənə qız şəkili var idi. Onlardan alıb istifadə edirdik. Saçımızda nə qoğ var idi, nə yağlanma var idi. İndi belə baxıram ki, hər şeyin xarabını çıxardıblar. Çaylar olub rəng. Nə bilim, bütün kimyəvi maddələr həyatımıza daxil olubdu. Xəstəliklər də həmçinin. Stəkanları yudum, bir stəkan. Çay süzdüm, içdim, biskivitim var. Xanımlar, biskivit hazırlayıram. İstədim yenə sizə çəkim. Gün ortadır, paltarları qoydum, yuyulsun. Çox yəqin ki, onların səsi arxadan gəlir. 190 qram bölünürmü? Pesok dökmüşəm 6 yumurtaya. Bir neçə xanım yazıb biskivitin tam hazırlanmasını istəmişdilər. Daha doğrusu bir xanım yazmışdı ki, biskivitim mənim nə edirəmsə köpmür. Qızlar, bu çaldığınız qabın içərisi sudursa biskivit köpməyəcək. Yumurtalar soyuducudan çıxarılıb istifadə olunursa köpmür. Sonra yaxşı çalınmırsa, az çalınırsa, çox çalınırsa biskivit köpmür. Sonra sobanın istiliyi az olursa, çox olursa yenə köpmür. Başqa sizə deyim. Unu az olursa, məsəl üçün 250 qram un atmalıydım mən bu 6 yumurtaya. Yumurtalar çox böyük idi deyə 300 qram elədim. Yumurtasının ununu əlavədə üzərinə bir dənə qabartma tozu tökdüm. Bu şəkildə ələyirəm. Unu mütləq eləmək lazımdır. Un eləməyəndə də biskivit yaxşı köpmür. Altdan yuxarı bu şəkildə qarışdırırıq. Gördüyünüz kimi mən 2 dənə çəmbər qoymuşam. 21 santimetr enində. Məndə soba elə də yaxşı köpürtmür. Ona görə 2 yerə bölürəm. Biskiviti bir dənəsini 2 lay olacaq şəkildə, digərini 3 lay olacaq şəkildə. Birinə çox, digərinə az tökürəm. Biskivit xəmirini elə bişirirəm. Bir dəfəyə tökəndə fikir vermişəm ki, bizdə linç deyilir də. Linçdir yoxsa nədir? Axırda belə biskivit yaxşı köpmür. Ağır olur, amma ki köpmür istədiyim kimi. Ona görə 2 yerə bölürəm. Siz də belə sobalarınızı yoxlayın. Görün sizdə necə alınır. Mən bir neçə dəfə yoxladım. Baxdım ki, yox, yaxşı köpürtmür. Ona görə 2 dənə çəmbərdə hazırlayıram. Sırf köpməsi yaxşı olsun deyə bu şəkildə altdan yuxarı qarışdıraraq qoyuram 150 dərəcədə 35-40 dəqiqə bişir. Bişdiyib qutardıqdan sonra da soyuduram biskiviti. Tam soyuyub qutardıqdan sonra kəsib içinin əlavələrini doldururam, qoyuram buzluğa. Səhər çıxardıb 1 saat kənarda saxlayıb, sonra tortu sıvayıb hazırlayıram. Bir neçə xanım yazmışdı ki, 6 yumurtanın biskivitindən 2 kiloqram tort çıxa bilməz. Qızlar, neçə dəfə
Gözünüzün önündə hazırlamışam. Bəzi xanımlar da versiya yürütmüşdü. Yəqin suyunu çox eləyir. Biri yazmışdı ki, yəqin hər laya əlavə, hər laya 6 yumurta vurur. Yəni ben 6 yumurtadan bu şəkildə hazırlayıb arasını doldururam. Əsas qızlar, mən tərkibini bol eləyirəm. Tərkib bol olanda müştəri həm xoşuna gəlir, həm elə tort öz-özünü reklam eləyir. Kim xoşlayar ki, məsəl üçün sadə biskviti yesin. Tərkib ona görə nə qədər çox olsa, şokolatı, karameli adamın da o qədər çox xoşuna gəlir. Nəinki biskviti qalın olub adamı boğsa, adamın xoşuna gəlməz də. Biskvit də nə qədər qalın olursa, yumşaq olsa da istər-istəməz adamın ağzında böyüyür, adamın ağzında yekələnir. Yəni çeynəmək də çətin olur, udmaq da çətin olur. Bir şeyi yadda saxlamaq lazımdır ki, biskvitlə kremin qalınlığı eyni olmalıdır tortun içərisində. Paltarları sərməyə gəldim. Güllərim qəşəngdir. Gəlmişkən əlcək də gətirdim. Qoz aparmaqdan ötürü. Hava da qəşəngdir, çox şükür. İnşallah belə davam eləyər. Qozları da gizlətmişəm ora. İnşallah belə davam eləyər. Yağış yağmaz. Paltarlar sərim. Vaqifin məktəb paltarlarıdır. Soruşur yüksəm sabaha, deyir yüksəm sabaha quruyarmı? Dedim quruyar, hava qəşəngdir. Ona görə yuduq. Biskvitlərimiz çıxdı. Elə indi çıxartdım. Baxın, qəşəngdə şişib. Bunu 2 yerə, bunu isə 3 yerə böləcəm. Qoyum indi soyusun. Axşama yaxın da tərkibini yığıb hazırlayaram. Kızlar, bugün ilk dəfə fərqli bir yemək pişirirəm. Yəni heç pişirmədiyim bir yeməkdir. Qiyməklə yağ soğanı qovurdum. Üzərinə biber, tomat. Burada da badımcanları, buralara fikir vermeyeyim. Badımcanları belə tək-tək qızardıram. Badımcan da ancaq yağ çəkir canına. Axırda da pomidor töküb üzərinə. Bir də ki su töküb, sarımsaq töküb, badımcanları da əlavə edib qoyacağım. Elə pişəcək, nəsə fərqli bir şeydir. O da ət az idi qiymə. Açdım ki, yazdım ki, az qiyməli yemək, tərəvəzli az qiyməli yemək bu çıxdı. İndi yoxlayırıq, görək necə olur. Çox ləzzətli, çox dadlı bir yemək alınmışdı. Evdə biz sevdik, ən çox da İncinin sevimli yeməyi oldu. Bir neçə gündür chia toxumu içirəm, suya qatıb. Bunu da qızlar ilıq su götürürəm. 1 stəkan suya 2 çay qaşığı ya da ki 1 xörək qaşığı əlavə edib elə içirəm. Çay qaşığından da töküb içmək olar, xörək qaşığı ilə də olar. İstəsəz içərisinə yarım limon da sıxa bilərsiniz. Bu arada chia toxumunun dəqiq bilmirəm neçədir qiyməti. Mən almışdım 2 manatlıq, bir neçə dəfə içmişəm. Bu qədər qalıb içərisində. Dediyim kimi ədviyyat satılan yerlərdə olur. İran mağazalarında, tort ləvazimatlarında satılır. Bir də ki bunu içdikdən sonra üzərindən 2-3 stəkan su içmək lazımdır. Elə içib qutardıqdan sonra görəcəksiniz ki, ağzınız quruyur, istər-istəməz bədənin özü su tələb eləyir. Bir sözlə xanımlar, arıqlamaq istəyirsinizsə gündə heç olmasa ən azı 1 litr su içilməlidir ya da ki 1 litr yarım. Mən də 4 gündür içirəm bunu. İstəsəz dediyim kimi üzərinə limon sıxa bilərsiniz. O daha tezləşdirir prosesi, daha tez arıqlamağınıza kömək edir. Eyni zamanda bədəndə olan mineralların, sinkin, maqnezyumun, omeqanın çatışmamazlığının qarşısını da alır. Keçdim tortun bəzənməsinə. Birinci bıçaqla yaxdım, gördüm yaxşı olmur. Qara rənglə boyadığım şantini belə salafana doldurdum. Bu şəkildə kənarlarını aşağı tərəfdən şantilədim. Belə olanda daha rahat olur. Daha yaxşı tortu sıvamaq olur. Bıçağın ucuyla da bu şəkildə tortumuzu sıvayıram. 2 rəngli tortuydu. Dedim elə bunu da çəkim. Düzü gərək düz çəkmişdim. Ona görə biraz yaxından düşübdü bunun sıvanması. 2 rəngli tortları bu şəkildə hazırlayırıq. Sonra bu kandilin həll elədim spirtlə. Gördüyünüz kimi kənarları kandilinlidir. Fırçanı toxunduraraq bu şəkildə kənarlarını da kandilinlədim.
Üzərində penoplastdan şariklər var xanımlar. Penoplastı da bu şəkildə şəkər xəmirinə bükürəm. Şəkər xəmirini yayıram. Yaydıqdan sonra penoplastı suya batırıram, suluyuram. İstəsəz şotku ilə mən elə tutdum krantın altına. O şəkildə su elədim. Baxın, sonra belə qoyuram üzərinə. Əlimlə sıvazlayıram. Çalışıram ki, üstünə qırış düşməsin. Belə yavaş-yavaş aşağıya doğru endirərək bu şəkildə üzerini örtürəm şəkər xəmiri ilə. Bunları da kandulinlə bir də ki zərlə boyayacağım. Qızlar, sizə arxa planı göstərim. Həm heç vaxt çəkmirdim. Bu səfər dedim bir sizə çəkim. Rəqəmləri çıxartmışam. Bunun içində penoplastlarım var. Qıraqdan baxanda bəlkə də çox asan görünür. Amma ki bunun bir də arxa planı var. Burada penoplastları gördüyünüz kimi 4 dənə istifadə edəcəm. 4-ünü də şəkər xəmiri ilə örtdüm. Buradakı şəkər xəmirlərimdir. Ağ var, digər rənglər var. Burada boyalarımdır. Bir də ki qabartma tozlarıdır. Qara rəngdən istifadə elədim. Bu ona görə çıxdı. Bunu da yumrular üçün çıxartmışdım. Tort burada hazırdır. Kremim. Hələ mən işlədikcə yavaş-yavaş yığıram. Yəni bunları hələ saxlamışam ki, çəkim deyə saxladım. Elə bir ucdan daşıyıb qoyuram uvannikin altına. Amma ki, yenə hər yerdə olur. Qızlar, baxın, kandulinlədim bunları çöpə keçirərək. Bunu da mirvari tozu ilə kandulinlədim, belə deyim də, boyadım. Qəşəng parıldayır. Bunlar ağ idi. Özüm belə zərlədim ki, qəşəng görünsün. Digərləri də kandulinini 2 dənə aşağısına, 2 dənə də yuxarısına qoyacağım indi bunları. Gənclikdə hər baxsan da kim yoxdur ki. İndi kameranı açan kimi qabaqdan adamlar gəlməyə başladı. Gəldi İnci ilə posyolkaya. Biz o gün şəkil çəkdirmişdik, amma şəkil diskdə olmalıymış. Zibilin əpsisi var. Amma bizdə adi şəkildir. İndi gedirik onu diskə köçürtməyə. Maşın var, yox, keçəcək. Gidək oradan soruşaq, ha? Görək necədir. Almalar 1 manat 50 qəpik. Xarablardır 50 qəpik olan. Əvvəl almalar həmişə 50 qəpik olurdu. Axşam bazarı 30 qəpik indi. Amma axşam bazarı da hələ 1 manatdır. İnci birdən desə ki, təzədən şəkil çəkməliyik şeydən ötürü. İstədim gətirim üzüm üçün bir dənə piling hazırlayım. Narın duzu axtaranda onu gördüm. Dedim neçə vaxtdır uşaqlara popcorn hazırlamıram. Sonra baxdım ki, buraları qızartmışdım. Pis gündədir. Dedim gətirim buranı da silim, təmizləyim. Kakras sabahda İnci ilə gedəsiyəm tezdən. Elə axşamdan təmizləyim. Sabaha bir işim qalmasın. İndi buranı təmizləyim. Bir dənə uşaqlar üçün popcorn hazırlayayım. Keçən səfər şirin də hazırlamışdım. Amma uşaqlar elə də bəyənməmişdilər. Əslində variant olaraq hazırlamaq olar, amma dediyim kimi də variant olaraq qurban altından yaxşıdır. Buranı sileyim. Onu hazırlayaq. Sonra da sizinlə evdə ən təbii, ən gözəl üzü təmizləyən skrap mı deyim, peeling mi deyim, onu hazırlayaq. Gedəcəm hamama. Çıxandan sonra üzüm tamam buxar atsın üzümü. Çıxanda deyirəm skrapla üzümü təmizləyərəm. Ondan sonra da ki keçirəm bir dənə günlük maskalardan bir dənəsini qoyaram, hazır maskalardan. Qəşəng adamın üzünü nəmləndirir, rəngini açır, onlar da yaxşıdırlar. İstəyirəm yenə bir iki günə 28-ə gedim. Əslində planlaşdırmışıq getməyi günə qədər. Ona qədər biraz işlədim ki, heç olmasa azalsın, heç olmasa iş 2 dənəsini istifadə edeyim ən azından, azalsın. Yenə ala bilim.
dəmirin qaraları tökülüb hər yerə. Bu dəmirdən də istəyirdim alam qızlar. İntihası baxdım ki, nazikdir, çox nazikdir. Çaynik üzərində yaxşı dəmlənməyəcək. Heyfim gəldi bu, necə deyirlər, dədə-baba dəmirlərdən də ağırdır. Beləsi yoxdur. Ona görə, ya da mən görməmişim. Ona görə hələ ki atmıram bunu, qarasını töksə də. Bu peelingi də, dediyim skrabı da həftədə bir dəfə eləmək olar. Evdə hamı hazırlaya biləcəyi bir peelingdir. Duzdur, pesokdur, yağdır, hamının evində var. Bu da şeyindir. Şəms. Öncə Şəmsin familiyası nə idi? Həmin qızı Şəmsi demirəm. Şey deyirəm, İranlı bir dənə var idi Türkiyədə. Arslan idi mi? Bilmirəm. Şəms Arslan. Arslan. O arvad var idi. Türkiyədə kosmetolog. Şəms Arslan. Onun peelingidir. Neçə ildir istifadə edirəm mən. Yadıma düşdükcə istifadə edirəm də, belə deyim. Onunkudur, yəni belə kosmetologun öz şəxsi üzü üçün istifadə elədiyi peelingdir. Həm içərisində heç bir kimyəvi maddə yoxdur, həm hamının evində olan ərzaqlarlandır. Həm də ki, həmişə kosmetologlar deyirik, yediyiniz şeyi, yeyə bilmədiyiniz şeyi üzünüzə çəkməyin. İndi bunların hamısını yeyə bilirik, deməli üzümüzə də çəkə bilərik. Popcornu da hər dəqiqə hazırlamıram. Nəyə görə? Bunu hazırlayandan sonra bütün qoxusu, o yağlaşoy qoxusu adamın üstünə sinir. İndi hamamaya gedəcəyimə görə dedim hazırlayım, yadıma düşmüşkən. Çünki əynimi başdan ayağa dəyişdirəcəm. Üstümə bunun qoxusu çöksə də eybi yoxdur. Yağını tökdüm, gətirim duz əlavə edeyim. Bu səfər aldığımız duz, Azərduz işlədirik. Həmişə bilirsiniz də, Azərbaycanda bir dənə duz fabriki var. O da Azərduzu istehsal eləyir. Yəni dövlət səviyyəsində. Yodlu duz, ən yodlusu odur. Hökumətin təsdiqlədiyi. İndi bu qızsın ya, sonra dibi qədər, dibində düz bir lay olacaq qədər bundan tökəcəm. Artıq tökəndə yaxşı qovrulmur, portlamır. Sonra da qutarandan sonra qaba götürəndə də üstündən yenidən narın duz əlavə edəcəm. Çünki bu duz bir elə onun canına oturmur da, belə deyim. Bu qədər. Portlamağa başlayana qədər də qarışdırırıq içərisində. Elə ki başlayır, hazırlaşır ki partlasın, onda qapağını örtüb qoyuruq partlamağa. Şənlik başlayıb. Oy. Hara atdı. Amma tam belə portlamayıb. Qəşəng olur. Amma duzsuz da. Pişirmirəm. Pişirəndə də bir dəfəyə belə çox pişirirəm. Uşaqlar xoşlayır, ən çox da Vaqif xoşlayır. Götürsün belə, otursun televizora baxa-baxa yesin. Qəşəng oldu. Keçdim skrabın hazırlanmasına. Bir çay qaşığı ya yarım çay qaşığı narın duz, mütləq narın duz olmalıdır. Yenə onu qədər pesok, biraz da bunları isladacaq qədər yağ tökürük. Yağın da fərqi yoxdur, hər hansı yağ olsa olar. Qarışdırırıq, üzümüzü ya isti su ilə yuyuruq, gözənəkləri açılır, elə skrab edirik, elə ondan sonra üzümüzə çəkirik dairəvi hərəkətlərlə. Ya da ki, hamamdan çıxdıqdan sonra bilirsiniz də hamamda buxardan yenə adamın üzünün məsamələri açılır. Daha yaxşı təsir edir. Skrab da içərisindəki çirkləri daha yaxşı çıxardır. Ona görə ya isti su ilə yuyun, ya da ki hamamdan sonra
tətbiq eləyin üzünüzə. Bu şəkildə olur. Çalışın qızlar həmişə özünüzə fikir verəsiz, özünüzə hörmət eləyəsiz. Adam öz-özünə fikir vermədikcə, hörmət eləmədikcə kim özünə necə rəftar eləyirsə, qıraqdakı da ona o cür davranır. Yəqin ki, fikir vermiş olarsınız. Nazlanan xanımlara hamı nazlıymış kimi qayğı göstərir, amma kişi kimi qadınlara elə deyirlər ki, sanki belə də olmalıdır. Ona görə birinci özünüz özünüzə dəyər verin ki, qarşınızdakı da sizə dəyər versin. Hələlik bugün məndən bu qədər olsun. İnşallah yeni videolarda görüşmək üzrə. Videonu bəyəndinizsə bəyənməyi, ən azından bir dənə salam yazmağı unutmayın. Hələlik sağ olun, sağlıqla qalın.